Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi qışa hazırlığa başlayırıq inşallah ki. Yarpaq tutacağam bugün. Asan üsul ilə necə yarpağı bağlayıram, bunu sizlər üçün paylaşmaq istədim. Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Öz həyətimdən az da olsa yarpaqları yığıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Yarpaqları yığdım və bunları böyüyü-böyüylə, kiçik-kiçiklə belə bu formada dəstələyirəm. Gördüyünüz kimi hamısını dəstələdim böyüyü-böyüylə, kiçik-kiçiklə və bunları bankaya yığacağam. İstədiyiniz formada bankada yığa bilərsiniz. Mən də bu formada yığıram. Hər bankamıza bir qaşıq buğda əlavə edirəm. Mənim üçün ən asan üsul budur və hər bankaya bir qaşıq duz əlavə edirəm. Bankalarımızın ölçüsü 700 qramlıqdır. Və yarpaqları bu formada qatdalayıb bankaya yığıram. Bankaya yığma qaydası sizə bağlıdır. Yəni istədiyiniz formada yığa bilərsiniz. Keçən ildə mən bu üsulla etmişdim. Çox da razı qalmışdım. Çürümədən, xarab olmadan çox gözəl qalmışdı. Əsas odur ki, rəngi möhtəşəm qalmışdı. Və keçən ildən bir bankam qalıb. Onu sizlərə göstərəcəm burada. Baxın, görün necə gözəl rəngi də üstündədir. Gördüyünüz kimi yarpaqları yığdıqca üzərinə arada bir duz da əlavə edirəm. Düzdür, bir neçə növdə yarpaq bağlama üsulları var. Amma deyərdim ki, ən asandı budur. Başqa növlərdə də bağlamışam, amma ən asandı budur mənim üçün. Əziyyətsiz, həm də asandır. Gördüyünüz kimi bankaya bu formada yığıram. Çox da sıx olmasın. Çünki su əlavə edəndə araları susuz qalır, çox sıx yığanda. İkinci bankamızı da eyni qayda ilə yığıram. Və son olaraq hərəsinin üzərinə bir yemək qaşığı duz yenidən əlavə edirəm və qaynanmış su əlavə edəcəm üzərinə. Baxın, burada keçən ilki yarpağımı göstərirəm sizlərə. Rəngi necə gözəl qaldığını görürsünüz. Bu mənim keçən ilki əl işimdir. Qaynanmış suyu da üzərinə əlavə edirəm. Suyu az-az əlavə edirəm ki, tam banka dolsun. Və bıçaq vasitəsilə yoxlayıram ki, tam havası çıxsın, tam su dolsun. Artıq tam əmin olandan sonra ki, dolub bankamız, qapaqlarını bərk-bərk bağlayıram.
Bəli, dəyərli izləyicilərimiz, bu da bizim asan üsulu ilə tez başa gələn qışa hazırlığımız hazır oldu. Yarpaq bağlamamız hazır oldu dəyərli izləyicilərimiz. Artıq bilirsiniz, may ayındayıq. Qışa hazırlıqlarımıza yavaş-yavaş Allahın köməkliyi ilə başlayırıq. Allah hər kəsə sağlam can versin ki, hər kəs bu işlərini rahatlıqla görə bilsin. Amin. Hələlik bu qədər. Sağ olun, Allah'a əmanət olun.